Hər birini salamlayıram, qarşınızda Əli müəllimdir. Bu videoda sizlərə Dövlət İmtahan Mərkəzinin 19 may 2019 tarixində ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanının coğrafi suallarını izah edəcəm. Başlayaq birinci sualdan. Ümumiyyətlə 2019-dan başlayıb ta ki 2025 daxil çalışacağam bütün qəbul suallarının izahını YouTube kanalımıza yerləşdirin. Başlayaq ilk sualdan. Xəritə sxemə əsasən mərmər yataqlarının yerləşdiyi ərazilərə uyğun gələn rəqəmləri bildiyimiz kimi Azərbaycanda mərmər Qubada, Daşkəsəndə və Şərurda idi. 2, 5, 6. Cavabımız olacaq A bəndi. Sonra ikinci sual. İkinci sualda bizə deyir ki, cədvəldə verilmiş göstəricilərə əsasən məhsuldarlığın artma ardıcıllığının verildiyi sıranı müəyyən etməyimizi istəyir. Burada məhsuldarlığı hesablamaq üçün qayda nə idi? Məhsuldarlığı tapmaq üçün biz məhsul yığımını əkin sahəsinə bölməliyik. Burada 2400-ü 400-ə böləndə 6 eləyir. 1200-ü 300-ə böləndə 4 eləyir. 1000-i 200-ə böləndə isə 5 eləyir. Burada artma ardıcılıq dediyinə görə olacaq 2, 3 və 1. 2, 3, 1. Cavab Y variantıdır. Üçüncü sualda sinklinal horse və rift arası verilib. Sinklinal geosinklinalın enən hissəsinə deyilir. 3 məntəqəsinə uyğun gəlir. Horse deməli qalxma mənasını verir. Horse grabin bildiyimiz kimi faylı dağlarda qalxan hissələrə deyilirdi. Rift dərəsi isə tektonik çatlar zamanı əmələ gələn adı üstünə baxın şəkildə göründüyü kimi dərə sxemi budur. 3, 1, 2. Cavab olacaq Y variantı. Sonra dördüncü sualda bizə deyir ki, bataqlıqların yaranması üçün əlverişli iqlim şəraiti olan təbii zonalar. Bildiyimiz kimi bataqlıqlar əsasən qütbə yaxın ərazilərdə və rütubətli ekvatorial meşələrdə daha geniş yayılmışdır. Burada tayqa, tundra və ekvatorial meşələr götürüləcək. Burada codyarpaqlı meşə və kolluq subtropik iqlim qurşağının aralıq dəniz tipinin təbii zonasıdır. Burada bataqlıqlar geniş yayılmayıb. Çöllər mülayimdədir. Savanna seyri meşələr subekvatorialdadır. Bu ərazilərdə bataqlıqlar üçün əlverişli iqlim şəraiti yoxdur. Eyni materikə aid olan yarımadalar 5-ci sual sadə sualdır. Hindistan Avrasiyada yerləşir. Labrador Şimali Amerikada eyni materik deyil. Kamçatka Avrasiyada, Florida Şimali Amerikada eyni materik deyil. Labrador Şimali Amerikada, Kaliforniya Şimali Amerikada. Cavab Y'dir. Skandinaviya Avrasiyada, Somali Afrikada. B yanlışdır. Alyaska Şimali Amerikada, Kiçik Asiya isə Avrasiya materikinə aiddir. Cavab olacaq Y variantı. Gəlirik 6-cı suala. 6-cı sual deməli atmosferlə bağlı məsələdir. Deyir ki, sxemdə verilmiş ABC nöqtələrinin mütləq hündürlükləri aşağıdakı diaqramlardan hansına uyğun gəlir? Bizə T nöqtəsində təzyiqi 720 mm civə sütunu verir. Baxaq, təzyiq burada 720-dir. Bura dənizdir, okeandır. Burada normal bura bildiyimiz kimi 0 metrdir buranın hündürlüyü. Burada normal atmosfer təzyiqi bu qaydadır. Bunu mütləq əzbər bilməlisiniz ki, 760 mm civə sütuna bərabərdir. İndi biz nə edək? T ilə dəniz səviyyəsi arasında təzyiq fərqini tapaq. 760-dan çıxıram 720-ni eləyir 40 mm civə sütunu. Bunların arasında 40 mm civə sütunu fərq var. Bu neçə metr eləyir? Bildiyimiz kimi təzyiq 10 metrə 1 mm civə sütunu azalırdısa, neçə metrə 40 mm civə sütunu azalar? Buradan tənasüb qururuq, eləyir 400 metr. Deməli, T ilə dəniz arasında 400 metr bunların arasında məsafə var. İndi kəsmə yüksəkliyi tapaq. 1, 2, 3, 4 dənə də boşluq var. 400-ü böldüm 4-ə, elədi 100. Deməli, bu 100 artacaq. Kəsmə yüksəkliyimiz oldu 100. İndi bunları silirəm. ABC-nin hündürlüyünü tapaq. Burası 0 idi. Bura olur 100. Deməli, A oldu 100. 200. B oldu 300. C də 200-dən sonradır, 300 olacaq. Deməli, C ilə B 300-dür, A 100-dür. Baxaq, hansı varianta uyğun gəlir? Deməli, B ilə C 300-dür, A 100-dür. Cavab olacaq C variantı. Baxaq 7-ci suala. 7-ci sualda ölkənin adı, yerləşdiyi region və paytaxtın düzgün olduğu sıra deyir bizə. Bir qədər rahat sualdır. Portuqaliya, Qərbi Avropa regionudur. Bəli, paytaxtı Lissabondur. Cavab 1-dir. Digər variantlara baxaq. Hindistan Cənubi Asiya regionunda yerləşir. Tayland Cənub-Şərqi Asiya regionunda yerləşir. Oman Cənub-Qərbi Asiya regionunda yerləşir. Sonra Danimarka həm Qərbi Avropada, həm də Danimarkanın paytaxtı Kopenhagendir.
8-ci sual deyir, Böyük Qafqaz fiziki coğrafi vilayətinin cənub-şərqində yerləşən A məntəqəsində müvafiq olaraq landşaft, torpaq tipi və rütubətlənmə əmsalını müəyyən edin. Gördüyümüz kimi A nöqtəsi 200 metr hündürlükdə yerləşir. Bildiyimiz kimi Azərbaycanda 200 metr əsasən yarımsəhra, quruçöl iqlim tipinin yayıldığı ərazilərdir. Yarımsəhra landşaftı olmayanlar çıxsa, yarımsəhra adı üstündə yarımsəhra olduğu üçün orada nisbətən əkinə yararsız boz torpaqlar daha geniş yayılıb. Qara torpaqlar Azərbaycanda əsasən Kiçik Qafqazın şimal-şərqində və Gəncə, daha doğrusu Tovuz, Gədəbəy bu bölgələrdə daha geniş yayılmışdır. Yarımsəhrada həm quraqda rütubətlənmə məsəl 0,3-sü və boz torpaqlar yayılmış olacaq. Cavab A variantıdır. 9-cu sualda rəqəmlərə uyğun gələn dağ silsilələrini müəyyən etməyimizi istəyir bizdən. Deməli, 1 Zəngəzur silsiləsidir. Daha sonra 2 Şahdağ silsiləsidir. 3 burada Talış silsiləsidir. 4 isə Qarabağ silsiləsi olacaq. Deməli, 1 Zəngəzur, 2 Şahdağ, 3 Talış, 4 Qarabağ. Cavab olacaq Y variantı. 10-cu sualda bizə deyir ki, Xəzər dənizə tökülən çayları şimaldan cənuba ardıcıl sıra. Gəlin buradan daha rahat baxaq. Deməli, Xəzər dənizə tökülən çaylarda. Gəlin baxaq. A variantında Samur, Vəlvələ, Qusar deyib. Gördüyümüz kimi Samur, Qusar, Qudyal, Qara, Vəlvələ, Şabran, Gilgil, Ata. Sıra belə olmalıdır. Deməli, burada yanlış verilib. Qusarçay Samurçaydan sonra gəlməli idi. B variantında gördüyümüz kimi Qudyalçayı Samurçaydan əvvəl verib. Samur birinci olmalıdır. Bu bizim şimal sərhədimizdir Rusiya ilə. C variantında Qudyalçay, Vəlvələçay, daha sonra Ataçay doğru gedir. Viləşçay, Astaraçay gördüyümüz kimi Viləşçay, daha sonra ən axırda Astaraçay. Cavab C variantıdır. D variantında səhv olan odur ki, Qusarçay, Ataçay, Vəlvələçay verilib bizə. Gördüyümüz kimi Ataçay ilə Vəlvələçayın yeri dəyişməli idi. D variantı yanlışdır. Ataçay belə deyim də, Vəlvələçay ondan daha qabaqda olmalı idi. Y variantında da yenə də Viləşçay Lənkərandan keçir Talış bölgəsindən. Vəlvələçay Böyük Qafqazın şimal-şərqindən. Yerləri dəyişik olmalı idi. Cavab olacaq C variantı. 11-ci sualda bizə deyir ki, Braziliya və Dekan yaylalarına aid olan ümumi xüsusiyyətlər. Bunların yerlərini xəritədə göstərək. Braziliya yaylası gördüyümüz kimi bu ərazidir. Dekan yaylası isə Hindistan ərazisində yerləşir. Baxaq sualımıza. Qərb küçəklərinin təsirinə məruz qalırlar. Qərb küçəkləri bildiyimiz kimi tropikdən mülayim enliklərə əsən bir küləkdir. Bunların hər ikisi tropik işıqlanma qoşağında. Braziliya demək olar ki, əsasən tropik işıqlanma qoşağında yerləşir. Bu əsasən Dekan burada əsasən musson küləklərinin təsirinə məruz qalır. Braziliya isə əsasən passat küləklərinin təsirinə məruz qalır. Bir yanlışdır. İqlim əmələ gəlməsində soyuq okean cəryanlarının təsiri böyükdür. Bunların Braziliyanın sahilindən isti Braziliya cəryanı keçir. Soyuq yoxdur burada. Dekan yaylasında da həmçinin isti musson cəryanı keçir. Ərazisində xeyr, ekvatorial iqlim qurşağı Dekanda yoxdur. Savannalar geniş ərazi tutur. Hər ikisi subekvatorial iqlim qurşağında yerləşdiyi üçün savannalar geniş ərazi tutacaq. Hər ikisində okeanın genel rütubətli hava təsir edir. Hər ikisi subekvatorial iqlim qurşağında olduğu üçün yağıntı qeyri-bərabər paylanır. Bunların yay ayları yağıntılı, qış ayları isə quraq olur. Cavab 4, 5, 6 Y variantı olacaq. 12-ci sualda təbii resurslara uyğun xüsusiyyətlər verilib. Tükənən bərpa olunan, deməli, tükənən ehtiyatlar, bərpa olunan ehtiyatlar bu təbiətlə bağlı meşə torpağı olacaq. Tükənən bərpa olunmayan faydalı qazıntı götürdük burada. Tükənməyən isə geotermal və günəşdir. 3, 2, 1 D variantı olacaq. Daha sonra 13-cü sualda deyir ki, duzluğa aid bir məsələdir, çox sadə məsələdir. 5 litr dərin suyundan 60 qram duz əldə olunmuşdur, duzluğu tapın. Deməli, 5 litrdə 60 qram duz əldə olunubsa, duzluq bildiyimiz kimi 1 litr suda olan duzun qramlarla miqdarına deyilir. Burada 5 litrdə 60 qramdırsa, 1 litrdə neçə qram duz olar? Bizə bu lazım. Duzluq 1 litrdir. Buradan da 60 bölünsün 5, eləyəcək 12 promilli. Daha sonra buradan gəlirik 14-cü suala. 14-cü sualda deyir 5-ci saat qurşağının orta meridianına aid olan xüsusiyyətlər. 5-ci saat qurşağının orta meridianı tapmaq üçün 5 şərq yarımkürəsində olduğu üçün 5-i vururam 15-ə, eləyir 75 şərq uzunluğu. Deməli, 5-ci saat qurşağının orta meridianı 75 şərq uzunluğudur. Avtomatik bir səhvdir, qərb yox. Ekvator xəttinə paralel deyil, perpendikulyardır meridianlar. Üzərində yerləşən bütün məntəqələrdə bəli, yerli vaxt eynidir.
Ən qısa meridian deyə bir anlayış yoxdur. Bütün meridianlar bir-birinə bərabərdir. Sadəcə paralellər ekvatordan qütblərə doğru getdikcə kiçilir. 75 şərq uzunluğuna uyğun düzdür. Bakı ilə arasında yerli vaxt fərqi 1 saat 40 dəqiqədir. Gəlin baxaq. Bakı 50 şərq uzunluğudur. Bura isə 75 şərq uzunluğudur. Aralarında bunların 25 dərəcə fərq var. Gəlin bunu tapaq. 25-i bölürəm 15-ə, düşür 1 dəfə 15. Burada qalır 10. 10-u dəqiqəyə çevirmək üçün vururam 4-ə, eləyir 1 saat 40 dəqiqə. Deməli 5-də doğru bənddir. Cavabımız olacaq 3, 5, 6 Y bəndi. 15-ci sualda deyir ki, Azərbaycanda boru kəmərlərinin daha sıx olduğu iqtisadi coğrafi rayonlar. Azərbaycanda boru kəmərləri əsasən neft və qaz ixrac edir. Bunlar əsasən Bakı, Tbilisi, Ceyhan. Deməli, bunlar əsasən Azərbaycanda Abşeron, Qobustan, Kür Araz ovalığı, Gəncə, Qazax düzü, əsasən bu Gürcüstan istiqaməti ilə gedirlər. Burada birinci qayda nədir? Biz burada birinci dağlıq yerlərə çıxmalıyıq. Dağlıq yerlərdə boru kəmərlərinin çəkilmək üçün əlverişli şərait yoxdur. Dağlıq Şirvan gedəcək buradan, dağlıq ərazidir. Daha sonra Şəki Qatala bölgəsində hər tərəfi dağlıq olduğu üçün oradan əlverişli, belə deyim də, relyef şəraiti mövcud deyil boru kəmərinin çıxması üçün. Daha sonra Lənkəran-Astara yolundan boru kəməri keçmir. Əsasən bu Gürcüstan istiqamətindən Türkiyəyə getdiyi üçün belə deyim də, Gürcüstan tərəfi olmalıdır. Deməli, Abşeron, Aran, Gəncə, Qazax cavab B-dir. Burada A variantında Naxçıvanda xeyr, boru kəməri olmaz. Çünki onun bizim birbaşa quru sərhədimiz yoxdur. Cavab oldu B variantı. 15-ci sualda verilən iqtisadi coğrafi rayon üçün xarakterlikdir. Uşaqlar, bu 2019-un testi olduğuna görə yeni 2021-də iqtisadi rayonlar yeniləndiyi üçün işğaldan sonra bu köhnə iqtisadi rayon sualıdır. Amma yenə də gəlin izah eləyək, tapmaq olur cavabı. Abşeron iqtisadi rayonudur verilən bizə. Abşeron iqtisadi rayonunda arid iqlimdir. Bəli, quraqdı, bitki örtüyü seyrəkdir. Abşeronda filiz yoxdur. Əsasən yanar faydalı qazıntılar və tikinti materialları yayılıb. Bəli, təbii ki, paytaxt burada olduğu üçün say yüksək və sıxlıq çox olacaq. Elektrik enerjisinin çox hissəsi yanlışdır. Çox hissəsi əsasən yanacaqla təmin olunur, neft qazla olur. 1, 3, 5-dir cavab. Emal sənayesi inkişaf etməmişdir deyir. Xeyr. Emal sənayesi inkişaf eləmişdir Abşeron yarımadasında. Emal belə deyim də xam mal gətirilir və əsasən sənaye şəhərlərində belə deyim də emal olunur. 17-ci sual deyir ki, ölkədən gedən emiqrantların, əmək emiqrantlarının sayının çox olmasının səbəb olur. Demək, emiqrantlar ölkədən gedənlər deməkdir. Əmək emiqrantları isə deməli, bunlar işləmək üçün ölkəyə gəlmişdilər. Sadəcə indi işə görə ölkəni tərk edirlər. Əmək emiqrantlarda əsasən gənc yaşlı olan adamlar olurlar. Deməli, əgər bunlar ölkəni tərk edirlərsə, təbii ki, təbii artım aşağı düşər. Çünki yaşlıların sayı çoxalar. Deməli, bunun inzibati ərazi bölgüsünə heç bir aidiyyatı yoxdur. Bu əhali ilə bağlı bir prosesdir. Əmək ehtiyatları, bəli, yəni işçi qüvvəsi azalar. Gənc əhali azaldığı üçün avtomatik olaraq yaşlıların payı artar. Təbii artım artmaz, azalar. Əmək ehtiyatları artmaz, azalar. Cavab olacaq D variantı. 19-cu sualda deyir ki, dünyada enerji və xammal probleminin yaranmasının səbəbləri. Deməli, bunun səbəbi nə ola bilər? Faydalı qazıntılar az ola bilər. Alternativ enerjilərdən həddən artıq çox istifadə olunması bu yaxşı bir prosesdir. Yəni xammal probleminin nisbətən az olmasına səbəb ola bilər. Yəni alternativ enerji mənbələrinə külək, günəş bunlar aiddir. Yəni bu problemin səbəbi deyil, problem deyil ümumiyyətlə. Bərpa olunmayan ehtiyatların tükənirlər, düzdür. Xammala və enerji tələbat azalmayıb, xeyr. Təbii ehtiyatlardan səmərəli istifadə olunsaydı problem yaranmazdı. Tükənməyən təbii ehtiyatlardan zəif istifadə düzdür. Məsələn, külək, günəş, geotermal bunlardan zəif istifadə elədikləri üçün xammal problemi yaranır. Cavab D variantıdır. 19-cu suala baxırıq. Deyir, xəritə sxemində verilən Azərbaycan Respublikasının iqtisadi coğrafi rayonlarını əhalinin sayına görə düzün. Bu yenə də deyirəm, köhnə iqtisadi rayon bölgüsü olduğu üçün belə deyim də, indiki bizim məktəb dərsinə uyğun gəlməyəcək, çünki 2019-a aiddir, amma yenə də biz eyni məntiqlə tapa bilirik cavabı. Burada əhalinin sayına görə deyirsə, burada təbii ki, ən çox əhali Abşeron yarımadasında olacaq 3. Daha sonra Lənkəran-Astara bölgəsində olacaq. Daha sonra olacaq Kür bölgəsində, Aran iqtisadi coğrafi rayonunda. Ən sonunda da olacaq 2 Dağlıq Şirvanda. Cavab olacaq C variantı. Təbii qazın daşınma istiqamətləri deyir. Liviyadan Əlcəzairiyə daşınmaz, çünki bunların hər ikisində qaz var. Liviyada var. Daha doğrusu Əlcəzairdə var. Niyə Liviyada daşınsın? İrandan Azərbaycana, Azərbaycanda qaz ehtiyatı var, İrandan daşınmır. Rusiyadan ABŞ-a, İrandan Rusiyaya. Ümumiyyətlə burada Rusiyanın öz qazı var, ABŞ-ın da öz qazı var, Rusiyadan daşınmır.
Y variantında Niderlandın qaz ehtiyatı Rusiyanın qaz ehtiyatı Niderlanddan daha çoxdur. Niderlandda belə deyim də ixrac əhəmiyyətli qaz ehtiyatı yoxdur. Ona görə də daşınmaz. Cavab qalır D variantı. Rusiyadan Avropaya daşınır, Avstraliyadan Yaponiyaya daşınır. Gəlirik 21-ci suala. Parana və Mississippi çaylarını Venn diaqramında müqayisə etmemizi istəyir. La Plata'ya tökülən Parana çayıdır. Mənsəbində delta olan Mississippi'dir. Parana mənsəbində estuaridir. Bir ölkənin ərazisindən axan bu yalnız ABŞ-dan axır. Atlantik okeana tökülür hər ikisi. Bu La Plata körfəzinə tökülür. Parana, Mississippi isə Meksika körfəzinə tökülür. Mənbəyi Braziliya yaylasıdır Parana çayının. Cavab burada olacaq D variantı. 22-ci sualda Azərbaycanın iqlim tiplərinə aid olan bir test tapşırığıdır. Bir Naxçıvan yüksək dağlıdır. Burada yayı quraq keçən soyuq iqlim olmalıdır. Sonra 2 Kiçik Qafqazın orta dağlığı və orta dağlığıdır. Burada qışı quraq keçən mülayim isti iqlim olmalıdır. Deməli, burada yarım səhra olmaz. Qışı quraq keçən olmalıdır. Cavab B-dir. 3 də Talış Lənkəran ovalıqdır. Yayı quraq keçən mülayim isti iqlim tipi burada olacaq. Cavab B variantıdır. 23-cü sual miqyas məsələsidir. Gəlin hesablayaq. Deməli, miqyas verilib, xəritədəki sahə verilib. Sonra bir dənə də miqyas verilib, ikinci xəritənin sahəsini soruşur. Buradan 5 dənə 0 sildim. Miqyasım gəlir 400. Burada xəritədəki sahəm var. 2 santimetr kvadrat. Mən buradan, bunlar varsa, həqiqi sahə tapa bilərəm. Həqiqi sahənin üstünü xatırlayıram. Xəritədəki sahə vurulsun miqyasın kvadratı. 2 vurulsun miqyas 400-dür. Kvadratı bunu eləyir 160 min. Bunu da buna vuranda eləyir 32 min. Bunu tapdıq. İndi üzr istəyirəm 320 min səhv dedim. Deməli, daha sonra burada deməli həqiqi məsafə tapdıq. Həqiqi sahə tapdıq. İndi digərində miqyasdan 5 dənə 0 sildim. Miqyasım gəlir 100. Buradan xəritədəki sahə istəyir. Xəritədəki sahənin üstünü xatırlayıram. Həqiqi sahə bölünsün miqyasın kvadratına. Həqiqi sahəmiz nə idi bizim? Burada tapmışdıq. 32 320 min bölünsün miqyas 100'dür. Onun kvadratı eləyəcək 100 min. Hər ikisindən 5 dənə 0 silirik. 32 bölünsün 1 eləyir 32. Cavabımız olacaq 32. 24. Rütubətli iqlim şəraitində formalaşan, lakin əkinçilikdə istifadə olunmayan və ya az istifadə olunan torpaqlar və əsasən qütbə yaxın olan, subarktikdə olan, belə deyim də, torpaq tipləri olacaq. Buradan boz ümumiyyətlə rütubətli iqlim şəraiti deyil, bu səhralarda olur. Tundra subarktikdə olan torpaqdır. Podzol torpaqları da əsasən bu mülayimin kəskin kontinentalda olan torpaq tipidir. Burada az istifadə olunan torpaqdır. Çünki belə deyim də, istifadəyə yararsız torpaqlardır. Çimli podzolda həmçinin. Şaballı və qəhvəyi istifadəyə yararlı torpaqlardır. 2, 3, 6 cavab. Qrafiklərdən hansı doğru deyildir? Deməli, ilk olaraq xatırlayaq ki, bu işarə tərs mütənasibin işarəsidir, bu işarə düz mütənasibin işarəsidir. Baxaq. Temperatur artdıqca buxarlanma qabiliyyəti də artır. Buxarlanma qabiliyyəti bunu günəşin istiliyi kimi fikirləşin. Günəşin istiliyi artmalıdırsa temperatur da artsın. Bu ikisi də artır deyə düz mütənasib olmalıdır. Burada tərs mütənasib verilib, səhvdir. Sonra temperatur artdıqca bəli, görürsünüz buxarlanma qabiliyyəti də artır. İkisi də düz mütənasib, doğrudur. Hündürlüyə qalxdıqca təzyiq azalır. Deməli, hündürlük çoxalır. Bu çoxalır. Yuxarı qalxdıqca təzyiq azalır. Tərs mütənasib olmalıdır. Bəli, tərs mütənasib verilib. Burada belə bir ümumiyyətlə qrafik yoxdur coğrafiyada. Küləyin sürətindən gücü, deməli, sürəti artanda gücü də artır. Gücü artanda sürət də artır. Bunlar bir-birinə düz mütənasib olmalıdır, amma tərs mütənasib kimi verilir. Cavab 1, 4, 5'dir. 26-cı suala baxaq. Verilən region Cənub-Şərqi Asiyadır. Buna aid olmayan xüsusiyyət istəyir bizdən. Təbii kauçuk və bəli, çəltik ixrac eləyirlər. Dünyanın əsas mis qurşağı Ant dağları və Mərkəzi Afrikadır. Bura deyil. Bura əsasən qalay Wolfram geniş yayılıb. Əhalinin əksər hissəsi İslam və Buddizm dininə sitayiş edir, düzdür. Şəkər çuğunduru sözünü görürsünüzsə, bu mülayim enliklərdədir. Burada şəkər qamışı olar. Aqroiqlim ehtiyatları bəli, burada yaxşıdır. Aqroiqlim ümumiyyətlə temperaturun 10 dərəcə Selsidən yuxarı olduğu yerlərdə, əkinçiyə yararlı yerlərdir və bu ərazilərdə bəli, iqlimi yaxşıdır. Regionun əhalisi Altay dil ailəsi mənsubdur. Xeyr, əsasən bu region Çin-Tibet dil ailəsinə mənsub olacaq. Cavab 2, 4, 6-dır.
27-yə baxaq. Qazaxıstan Türkiyə və Türkmənistanın müqayisə daha doğrusu uyğunluğu müəyyən etməyimizi istəyir. Ərazisindən axan çaylar iki okean hövzəsinə aiddir. Bu Türkiyəyə aiddir. Bildiyimiz kimi Türkiyənin Atlantik okeanına tökülən Yaşılırmaq, Qızılırmaq çayları var. Hind okeanına tökülən Dəclə, Fərat çayları var. Bura gedir A. Qütb gecə gündüzləri müşahidə olunması üçün bu 66.5-90 aralığında yerləşməlidir ölkə. Bu ölkələrin heç biri o aralıqda yerləşmir. Sahəsi üzrə ən böyük türk dövləti Qazaxıstandır. Avrasiyanın ən hündür və ən alçaq nöqtələri buradadır. Avrasiyanın ən hündür nöqtəsi Comolungmadır. 8848-dir. Bu Nepal ərazisindədir. Bu heç birinə aid deyil. Ərazisindən axan çaylar yalnız daxili axarsu hövzəyə aiddir. Bu Türkmənistana aiddir. Niyə Qazaxıstana aid olmur? Çünki Qazaxıstanda Ob çayının qolu keçir. O da Şimal Buzlu okean hövzəsinə aiddir. Cavab C, A, Y olacaq. Gələk situasiya mətninə yekunlaşdırırıq. Deyir, alternativ tükənməyən enerji mənbələrinin axtarışı ilə məşğul olan ekspedisiya üzvləri 22 iyun tarixində London şəhərindən 180 dərəcəlik azimutda yola başladılar. Həmin gün saat 12:00-da Şimal yarımkürəsində B məntəqəsinə çatan ekspedisiya üzvləri ekstremal təbii şəraitlə qarşılaşdılar və cismin kölgəsinin müşahidə olunmadığını müəyyən etdilər. Baxın, cismin kölgəsi müşahidə olunmayıbsa, deməli günəşin kölgəsi yoxdursa, cismin kölgəsi yoxdursa, daha doğrusu deməli günəş orada zeytdədir. 22 iyun tarixində də cismin kölgəsinin olmadığı məntəqə şimal tropikidir. 23.5 şimal enliyi. Deməli günəş burada zeytdədir. B-nin koordinatlarını istəyir. 23.5 şimal, meridian da bizə verilib 0 uzunluq. Daha sonra bunu tapdıq. 29-da deyir ki, B məntəqəsinin yerləşdiyi təbii zonanın burada olan alternativ enerji mənbəyi əsasında tikilməsi məqsədə uyğun elektrik stansiyasını soruşur. Baxın, 23.5 şimal tropiki buradır. 0 uzunluqda Greenwich də buradır. Deməli, bizim məntəqəmiz baxın bu hissədir. Deməli, bura böyük səhradır, tropik iqlim qurşağıdır. Tropik iqlim qurşağıdır, yüksək təzyiqdir, enən havadır burada. Deməli, burada yerləşən təbii zona səhra, yarım səhra olacaq. Sonra tikilməsi məqsədə uyğun burada günəş elektrik stansiyası, helioelektrik stansiyaları inşa eləmək olar. Külək elektrik stansiyası inşa eləmək də olar. B məntəqəsinə deyir ki, alternativ mənbədən enerji əldə olunması imkan yaradan 3 amil. Bura yaza bilərik buludsuz hava, düz radiasiya, daimi küləklər, temperaturun yüksək olması. Bunları yaza bilərik. Sualların izahı bu qədər. İnşallah ki, növbəti videolarda bundan sonraki qəbul imtahanlarının izahını paylaşmağı düşünürəm. Özünüzə yaxşı baxın, sağ olun.